Hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri. Bugün sizlərə 4 fevral üçün Ruslərin günlük proqnozunu verəcəm. Videoyu keçməzdən öncə videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. İndi isə keçək videomuza. Qoç burcu bugün təşəbbüs enerji yüksəkdir. Uzun zamandır düşündüyün planı həyata keçirmək üçün cəsarət tapacaqsan. Münasibətlərdə isə ani qısqanclıq mövzusu çıxa bilər. Emosiya ilə deyil, məntiqlə addım at. Boğa burcu maddi mövzular ürəyinizi irəliləyir. Kiçik də olsa əlavə gəlir ehtimalı var. Ev və ailə ilə bağlı qərar verə bilərsən. Özünə yatırım et. Əkizlər burcu xəbərlər, zənglər, yazışmalar günüdür. Kimsə sənə ürəyindəkini aça bilər. Təhsil və sənəd işləri uğurlu olacaq. Eşitdiklərini dərhal paylaşma. Xərsəng burcu duyğusal olaraq dəyişkən əhvaldasan. Keçmiş mövzular yenidən gündəmə gələ bilər. Özünə sakit bir mühit yarat. Sərhədlərini qoru. Şir burcu bugün özünə inamın çox güclüdür. Sosial mühitdə parlayacaqsan. Maraqlı təklif ala bilərsən. Sevgi həyatında səmimiyyət ön plandadır. Fürsət qapını döyəndə gecikmə. Qız burcu planlı hərəkət sənə qazandıracaq. İşdə xırda gərginlik olsa da nəticə müsbət olacaq. Sağlamlığa diqqət vacibdir. Mükəmməllik gücünü azalt. Tərəzi burcu romantik enerji yüksəlir. Küsülü olduğun biri ilə barışıq mümkündür. Yaradıcılıq işlərində şanslı gündür. Qəlbini açmaqdan qorxma. Əqrəb burcu gizli həqiqətlər üzə çıxa bilər. İntuisiya səni yanıltmayacaq. Pul mövzusunda risk etmə. Sakit müşahidə et. Ox adam burcu hərəkət, yol və yeni ideyalar günüdür. Dost çevrəndən gözəl dəstək gələcək. Eyni anda çox çəkirmə. Oğlaq burcu karyerada önəmli görüş ola bilər. Əməyinin qarşılığını almağa başlayırsan. Öz dəyərini ifadə et. Dolça burcu yenilənmə havasındasan. Yeni qərarlar, imic dəyişikliyi uğurlu olacaq. Keçmiş qorxuları burax. Balıq burcu ruhsal olaraq dərin gündür. İntuisiya və yuxular güclənir. Tək qalmaq sənə şəfa verəcək. İç səsini dinlə. Əzizlərim, videomuzu bura qədər baxdınızsa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.